Bugünkü videoda sizə Miami'nin ən yaxşı məhəllələrindən biri olan Biscayne Parkdan 3 yataq otaqlı və 3 hamam otaqlı bir evlə tanış edəcəm. Gəlin indi evlə tanış olaq. Bu bizim məhəlləmizdir. Sakit və gözəldir. Bu isə bizim evimizdir. Ev 188 kvadrat metrdir. Torpaq sahəsi 900 kvadrat metrdən ibarətdir. Bazarda 1.850.000-ə qoyulub. İndi isə gəlin evin içi ilə tanış olaq. Qapıdan girdikdə bizi böyük bir qonaq otağı qarşılayır. Amerikada bir çox yerdə qonaq otağı və mətbəx arası açıqdır. Ev hal-hazırda stage olunub, yəni buradakı əşyaların heç biri öz əşyaları deyil. Bəzi kompaniyalar var ki, gəlir və müəyyən məbləğ qarşılığında evi mebellə doldurur ki, ev tez satılsın. Birbaşa bizim mətbəxə girişimiz vardır buradan. Burada ayrılımda göstərirəm. Bu bizim stovdur, qazla işləyir. Normalda Amerikada bir çox evlərdə qaz yox, elektriklə işləyən sobalar vardır. Divarda sadə dizaynda bir dekorumuz vardır. İndi isə gəlin sizə otaqlarla tanış edim. Bu bizim ilk otağımızdır, masterdir. Amerikada əgər otağın daxilində hamam otağı varsa, buna master bedroom deyilir. Bu isə bizim hamamdır. Sadə bir dizaynda düzəldilib. Divarda isə bizim qardırobumuz yerləşir. Gəlin sizə indi növbəti hamam otağı və yataq otağını göstərim. Bu bizim ikinci hamam otağımızdır və bizim ikinci yataq otağımız. Burada isə qardırobdur, eyni bir dizaynda edilib. Buranın konsepti isə uşaq otağı kimi nəzərdə tutulur. İndi isə gəlin sonuncu, üçüncü otağımızla tanış edim. Bu otaq evin digər üçüncündə yerləşir. Tam olaraq mətbəxin arxası bizim gözəl bir arxa həyət mənzərəmiz var. Bir qədər sonra sizə arxa həyətdə tanış edəcəm. Bizim burada kiçik bir paltar yuma və qurutma otağımız var. Həm də bu otaq artıq əşyalarınızı yığmaq üçün istifadə oluna bilər. Bizim sonuncu hamam otağımız. Və sonuncu yataq otağımız. Bizim qardırobumuz və gəlin sizə qarajla tanış edim. Bir maşınlıq qaraj yerləşir burada. İndi isə gəlin arxa həyətdə tanış olaq. Çox gözəl bir arxa həyətimiz var. Divarda bizim barbekü station var. Burada sizin oturmağa bir yeri və sağ küncdə isə başqa bir oturmaq üçün yer nəzərdə tutulub. Və burada kifayət qədər böyük bir sahəmiz var istirahət üçün. Bu ərazi həm də gələcəkdə hovuz tikilmək üçün nəzərdə tutula bilər, kifayət qədər
böyük bir ərazisi var. Bugünlük bu qədər. Kanala abunə olmağı unutmayın. Sağ olun.